Salam dəyərli abituriyentlər. Bildiyimiz kimi bu gün ikinci və üçüncü qrupların ikinci cəhd imtahanı keçirilmişdi. Vaxt itirmədən sürətli bir şəkildə variantlar üzərindən cavabları deyəcəm ki, rahat şəkildə yoxlayasınız. Hansısa sualın ətraflı izahını istəsəz, videonun şərh bölməsinə yazarsınız, oradan ətraflı sualın izahını verərəm. Deməli, vaxt itirmədən birinci 61-ci sualdan başlayaq. Birbaşa cavabları deyim ki, yəni bir daha qeyd edirəm ki, vaxt çox getməsin. Deməli, burada nəyə diqqət edəcəyik? 61-də yazıb ki, Səməd Vurğun Vaqif pyesinin baş verən hadisələrin düzgün ardıcıllığı. 4 burada birinci idi. Əminə Vaqifin evindəki mehribanlığa sevinir. Yəni, qızı Gülnara baş çəkməyə gələn Əminə Vaqifin evindəki mehribanlığa sevinir. 4 düzdür. 5-ə diqqət eləsək, ən sonda idi. Əli bəy Gülnardan tüfəngi alıb Qacaran dəstəsinə qarşı döyüşür. 4 əvvəldə 5 sonda burada D variantı olacaq. İndi isə keçək 62-ci suala. Diqqət eləyə 62-ci sualda Cəlil Məmmədqozadan Anamın kitabı əsərinə əsasən doğru fikirləri müəyyənləşdirin. Burada diqqət eləsə birinciyə baxaq. Qardaşların düşüncəsinə hakim kəsilən yad əqidə onlar üçün milli birlik və vətənpərvərlik anlayışlarının üstünə xətt çəkmişdi. 2-də milli mənəvi dəyərlərə etinasız münasibət kəskin tənqid edilmişdi. Bəli, yəni birliyə çağırış var idi. 1-2. 3-də Senzor Mirzə Cəfərin dili ilə, bəli, orada, yəni o Mirzə Cəfərin dili ilə bir sıra məsələlər sadalanmışdı. Bütöv Azərbaycanla bağlı, müstəqil Azərbaycanla bağlı 1, 2, 3. Bir də Azərbaycan xalqının düşdüyü vəziyyət bir ailənin timsalında ümumiləşdirilmişdi. 1, 2, 3, 5 burada C variantı olacaq. Sonra keçək 63-ə. Deməli, Müsibət Fəxrəddin əsərində obrazlarla bağlı doğru fikirlər soruşur. Rüstəm bəyin daxili aləmi, bəli, o lap girişdə də onun bildiyimdə tək başına öz-özünə danışıqları vardı ki, orada hər şey üzə çıxmışdı. 2-də Fəxrəddin fiziki olaraq ölür, amma mənəvi olaraq qalib gəlir. 2 düzdür. Bir də 5 Mahmud bəy atasının qisas planını ailəsinin başına müsibət gətirəcəyini dərk edir. Qisas almağın əleyhinə idi. 1, 2, 5 burada C variantı olacaq. 64-də diqqət eləsək, Gəncənin Nəsihət şeirində yəni hansı fikirlərlə tanımlamaq mümkündür? Diqqət eləyə burada 1 doğrudur. Müsbət mənfi xüsusiyyətlər sayılırdı ki, hansı xüsusiyyətlər olsun, hansılar yox. Sonra gəldi 2-yə, gənclərə vəfası olmaq tövsiyə edilir. Bu da var, bəli. Bir də 5-də nadanların tərifinə aldanmamaq. Deyir ki, onların tərifinə aldanmayan, yəni şeirli təhlildə bu da var idi. 1, 2, 5 B variantı. bir dəqiqə baxım, 65-də. Burada həyatı əks etdirmə, yəni lirik epik dramatiki soruşur. Vəfa ilə Muğan. Burada lirik növayid olduğuna görə, vətəndaş da lirik növayid olduğuna görə Y variantını götürürük. O birlər isə, yəni lirik növayid olmadığına görə, məsələn, Azad hekayəsi epik növdə olaraq götürmürük. 65-də Y. Gəldi 66. Burada yanlış fikirlər soruşur. Diqqət eləsək. Deməli, 2-də burada yadlaşmış ziyalıların məslək ayrılığı bu Anamın kitabına aiddir. Sara nişanlısının intiqam vəsiyyətini yerinə yetirir. İntiqam vəsiyyətini yerinə yetirməklə bağlı bir şey yox idi. Nişanlısının adı çəkilir, amma 4 yanlışdır. Yəni vəsiyyəti yerinə yetirmək yox idi. 2-4. A variantı olacaq. 67-də kitab pedaqoqluq eposuna iştirak edən obrazlarla bağlı doğru fikirləri soruşur. Burada diqqət eləsək, 4-cüyə baxaq. Qabangücü və Dəmirgücü şəhid olur, amma Qaraçoban yaralanır. 6-da bəli, Qazan xan oğluna deyir ki, yəni onu aparır özü ilə ki, bir təcrübə toplasın. Narahat idi onunla bağlı. 4-6 doğru fikirlər soruşur. Gəldi 68-ə. Burada aşiq dərdini, sevgisini birbaşa çatdırmır. Burada diqqət eləsək, bir dənə baxın bura. Badi Sabah ilə şeir belə başlayır da, Badi Sabah ilə. Burada 2-ni götürürük. Sonra bizdən yanlışı soruşur. 2-ni çıxırıq, üzr istəyirəm. Yəni yanlışı soruşduğuna görə 2 doğruydu. 2-ni çıxanda 1-i götürürük. Sevgilisinin ayaqlarına düşərək öz çarəsizliğini bəyan edir. Yox, aşiq bunu özü eləmir. Yəni bir növ belə mesaj göndərir başqası vasitəsilə, özü yox. 2-ni çıxırıq, 1-i götürürük. Sevgisini onları ayırmaq istəyəndən sözlərin inanması aşıqı dərdə salır. Xeyr, belə bir şey yox idi. 1, 3, bir də Badi Sabah aşıqın sözlərini ümana çatdırmaqda aciz olduğunu etiraf edir. Bu da yanlışdır. 1, 3, 4. 5 var idi. Büyük ziva deyirdi orada. 5-i çıxırıq. 2 ilə 5-i çıxanda cavab çıxır. 1, 3, 4. Gəldi 69-a diqqət eləsək, burada Çahargah əfsanəsi, yəni bunlar asan əsərlərdə, yəqin ki, şagirdlərimizin yadında da qalıb. Diqqət eləsək, burada sarayda yaşamaq təklifini qəbul etməməsi, yəni alimin sarayda yaşamaq təklifini qəbul etməməsi problemə səbəb olur. 69-da B. Keçək 70-ə.
70-də yanlışı, yəni uyğunsuz soruşduğuna görə 2-yə diqqət eləsək, Niftalın atası Mürşidə sığınacaq və torpaq verir və Mürşid Niftalın köməyi ilə özünə ev tikir, bu yanlışdır. Bir də 4-ə diqqət eləsək, Mürşid öz ata yurdundan didərgin düşür, bu da yanlışdır. Kərəm ona dəstəsinə qoşulmağa icazə verir. 2-4. B-dir burada. Gəldik, Hacı Nəsir Gülpəri ilə evlənir, İmamverdi xəstələnir və dili tutulur. Buna diqqət eləsək, birə burada B gedəcək. Hacı Nəsir Gülpəri ilə evlənir və Gülpəri Nurəddini də götürüb kəndə köçür. Sonra isə İmamverdi xəstələnir, dili tutulur. Sonra isə Nurəddin oradan qaçır, başına işlər gəlir meşədə. Dilənçiyə Cənnətəli ilə danışır. B2-yə D, 1B, 2D. Burada A variantı. 72 biraz belə deyim, vaxt aparan sual tipləri ilə idi. Diqqət eləsək, burada çaşdırıcı sual idi. Hər üç səs. Adətən bu tipli suallar Azərbaycanda düşürdü belə sözləri. Fonetik təhlil və yaxud da fonetika bölünməsinə aid olan suallarda. 72-yə diqqət eləsək, bu dəfə ədəbiyyatda belə bir sual salırlar. Biraz diqqət tələb olunurdu burada. Amma yəni bir-ikili variantı çıxmaqla cavab çıxırdı. Burada diqqət eləsək, hadisələrin gedişində müəllifin baş qəhrəman haqqında düşüncələri dəyişir. Bu ana-bacı əsərinə aid idi. Yəni yalnız birinə aiddir. Xeyir-şər qarşıdurması Nurəddinə aiddir. 5-6. Obraz təhkiyəsinə əsaslanmır. Yəni bu müəllif özü danışır. Bu da ana-bacıda idi. 4-5-6. Y variantı. Burada 5 biraz bulanıq düşüb 72-də. Amma yəni uyğun variant odur. 73-də Leyli Məcnun əsərlə bağlı yanlış fikri müəyyənləşdirin. Bir doğrudur burada, yəni ki, elə oxuyan kimi mətnin təhlil hissəsində lap girişdə də var idi bu. 3-ə diqqət eləyə, deyir ki, Leyli ən sonda ölüm yatağında anasına bu söz açır. Eşqindən söz açır. 3 yanlışdır. Təqibləri əzablara dözən ağır işgəncələrə məruz qalan Məcnun bəzən eşqindən usanır, əqidəsindən dönür. Yox, bu da yanlışdır. Əksinə istəyirdi ki, eşqi daha da artsın dua eləyəndə Kəbədə. 3-4. D variantı olacaq. Oktay oğlu əsərində Oktay ilə Səməd bəyin ilk diyaloqundan nə məlum olur burada? Burada biri götürəndə sənət yolunda böyük fədakarlığa hazır olması, sonra Rus teatrında yüksək maaşla dilmanc vəzifəsi, ailəsi maddi vəziyyəti deyirdi ki, mən 2 qadına görə istirahətimi, daha doğrusu xalqın taleyini, yəni fəda eləyənmərəm. Bir də əmsin onu deyirdi ki, orada qadın paltar geymək məsələsi var idi. 1, 3, 5, 6. 75-də diqqət eləsək, azad və vətən yaralarında milli azadlıq, bəli, azad buna aiddir. Sonra təhsilini yarımçıq qoyub getmək, bu 6 vətən yaralarına aiddir. Bir də məqsəd birliyi, burada bəli, hər ikisində var. 3 dost, burada 2 dost. 1, 3, 6. 76-da cümlənin hansı fikrə tamamlamaq olar? İlyas Əfəndiyevin Xurşudbanu Natəvan dramında Xurşudbanunun bəyimlə son diyaloquna məlum olur. Tamamlamaq olmaz deyir. 1 ilə 5 burada diqqətlə oxumusunuzsa mətni orada var idi. Ona görə də xidmətdən azad edir. Deyir, mən də sizlərdən biriyəm və vergi almır. 1 ilə 5-i çıxırıq 2, 3, 4. Daha vaxt getməsin deyə oxumadım. 77-də diqqət eləsək, qarının yanına gedir, qarı pul da verir ki, gələndə həm bir şeylər alarsan. Qarı da deyir ki, Həmzənin toyuna hazırlaşıram. Orada diqqət eləsəz, əsərdə, yəni əlavə hissədə o var idi. 3-ü götürdük, sonra gələk, diqqət eləsək, burada 5-ə baxsaq, Dəli Mehdərdən Həmzə və Düratın yoxa çıxmasını öyrənir. Bəli, səhər durur, o tövlədə baxır. Yəni atların olduğu yerdə daha doğrusu baxır və orada görür. 3, 5 doğrudur. Keçək o birisinə. 3-5C variantı. 78-də əkinçi və neylərdin ilahi mülkədar özünü ifşa üsulu tənqid edilir. Bəli, bu əvvəlki desən birinci imtahanda səhv etmirəmsə düşmüşdü. Orada var idi. Neylərdin ilahidə cəhalətin bütün aləmdə hökm sürmək fikri var idi. Yəni hökm etməsi fikri var idi. Bəli. Sonra isə 4-ü götürürük. Çünki hər ikisi əruzə aiddir. 1, 4, 6. 79-da deyir, bu şeirdə keçən dəfədə düşmüşdü bu imtahana bu əsər. Müəllifin Dilbər xanımla olan ilk söhbətindəndir. İlk yox, bu səhv etmirəmsə sonlarda idi. Yəni ilk söhbət orada yanlışdır. Sonra 79-da dedik, 80-ə gələk. 80-də Səlma ana gördüyü qorxulu yuxuları pis xəbər alacağı ilə əlaqələndirir. Bəli, bu var idi. İsmət Qanpoladın tezlik gələcək xəbərini sevinsə də Orxan intiqam alacağından narahat olur. Bəli.
Səlma ana Murada kömək edir. Bu da düzdür. Qanpolad da intiqamın əleyhinə idi. 1, 3 deyirdi ki, artıq intiqamı özüm almışam da, başqa şey ehtiyac yoxdur. 1, 3, 4, 5. Bunu da tapdıq. İndi gələk 81-ə. Açıq kitab romanında verdi. Bu gəldiyə verdiyə bu ikisi də mərdimazardır. Atlar bir-birinə oxşuyur. Uşaqlar həmişə qarışdırır bunu. Biraz əzbərçidir. Bax, 2 burada bəli, nitqi uğurlu alınmır. 3 hələ hər ikisinə də aid idi. Verdiyev də qorxağın birisidir. 2, 3 bir də vəzifəsini qorumaq üçün yanlış qərarlar qəbul edir. Bəli. 2, 3, 4 A variantı. Gəldik 82-yə. Məzmunla bağlı doğru fikir soruşur və həyat yoldaşının səs yazısını dinləyən həm də bəli, Qəzənfərin səsinə qulaq asmışdı. Forma ilə yanlışdır, çünki bu həyat təsvir təhkiki epika aiddir, amma bu əsər dramatikdir. 1, 2, 4, bir də 6. Çünki nəsrdə ən sonda lirik parça var idi, şeir parçası var idi. 2, 4, 6. Gəldik 83. Açıq suallar keçirik. Burada bədii təsvir vasitəsini deyir. Diqqət edin. Bədii ifadə yox, bədii təsvir. İfadəyə baxmırıq. Burada təşbih deyir ki, bir körpə uşaq kimiyəm, bir də şirin duyğular. Təşbih, bir də epitet. Gəldik o biri suala 84-ə. Burada diqqət eləsək, birinci aid olacaq qəzəl janrına, ortağa götürəcək lirik növ və o birisi də qoşma olduğuna görə 1, 4, 5. Yəni bu daha doğru variantdır. 1, 4, 5. Açıq sualdır. Yaxşı, keçdik növbətiyə, az qaldı. Doğru yanlışı soruşur. Burada birinci, bəli, doğruydu. Yəni ruhanilərdən almışdı. Bu vəzifəni başqalarına vermişdi. Sonra burada yanlışı soruşur. Diqqət eləsək, Mirzə Möhsün özünü qınamırdı. Əksinə özündən razı idi. 1, 4. Bir də diqqət eləsək, burada yanlışı soruşur. Tənqid hədəfinə çevrilir. 6 da burada. Daha doğrusu 6 doğrudur. Bir dəqiqə, 6 doğrudur. Yanlışı soruşur. 1, 4. İkisi gedir. Burada 1, 4. Çünki 5 ilə 6 doğru fikirdir. Burada yanlışı soruşur. 1, 4. 86 keçən səfər düşməmişdi. Yəni ehtimal olunur ki, gün var əssə bərabər bu dəfə düşəcək. Həqiqətən də düşdü. Deməli, burada Sabitcan deyir, manqurtla bağlı əhvalatı təfsilatla dilə gətirir. Bunu danışan Sabitcan deyildi. 2. Sonra sözünü yerə salacağını bildiyi üçün Sabitcandan kömək istəmir. İstəyir, amma peşman olur. Bu yedicə idi. Yəni istəyir, amma peşman olur. Burada diqqət eləyin. O ən sonda idi. Əsərin ən son hissəsində. Bir də 5. İnsanlığa olan inamı itmir. 2, 4, 5. 6 isə doğruydu. Bizdən yanlışı soruşur. 2, 4, 5. Səbəb nəticə. Burada Hikmət İsfahani göstərişi ilə həbsə göndərilir. Diqqət eləyək. Yox, döyülməyə məhkum edilir. Bəli, döyülməyə məhkum edilir. Sonra Firidun gəlib onu xilas edir. 1-ə B. Bir də Firidun ailəsi doğma torpağı tərk etmək məcburiyyətində qalır. Buna diqqət eləyək. Ərbabın oğlunu döymüş deyə məcbur çıxıb gedirlər. Belə. 1, B, 2, A. Situasiya mətni var, amma suallar olmadığına görə şərh bölməsinə yazarsınız, oradan qeyd eləyərəm. Diqqətinizə görə təşəkkürlər.